Salam, xoş gördük. Bugünkü mövzumuz hidrosfer bölməsinin ümumi təkrar olacaq. Ümumiyyətcə hidrosfer nəyə öyrənir? Hidrosfer yerin su təbəqəsi hesab olunur. Bir saniyə. Deməli, hidrosfer yerin su təbəqəsidir. Yəni yerin su təbəqəsini öyrənib hidrosfer adlanır. Yer səthinin sahəsi 510 milyon kvadrat kilometrdir. Onun 149 milyon kvadrat kilometri qurudur, 361 milyon kvadrat kilometr isə sudur. Bunu faizlə ifadə etsək, 71% su, 29% isə quru deməkdir. Lakin bu suyun hamısı içməli su üçün yararlı deyil, yəni şirin su deyil. Ona görə də bizim içməli su problemimiz var. Yer səthində olan 71% su ehtiyatının 97% qədəri şor suludur, 3%-dən bir qədər çoxu isə şirin suludur. Yəni şirin su mənbələrimiz azdır. Suyun həcminə görə çoxdan aza düşsək, ən çox suyumuz okean səthində və dənizlərdə. Dənizlər də okeanın bir hissəsidir toplanıb. Daha sonra buzlaqlar, yeraltı sular, səth suları olaraq ardıcıllıq bu şəkildə. Səth sular deyəndə çayları, gölləri nəzərdə tuturuq. Hidrosferdə yaranan suyun yaşı 4,5 milyard ildir. Yer kürəsinin əgər yaranması 6-7 milyard il əvvəldirsə, suyun yaşı 4,5 milyard ildir. Yerin planetar inkişaf mərhələsinin sonunda hidrosfer yaranır. İlk yaranan hidrosferdə, yəni su təbəqəsi də adlanır Pantalas. Yəni ilk ölkəmiz Pantalasdır. Xatırlatma eləyək, ilk quru sahəmiz də Pangeya adlanırdı. Sular yaranma mənşəyinə görə üç mənbədən ayrılır. Yuveni sular, mantiyadan ayrılan sular və kosmosdan gələn sular. Yuveni sular dedikdə vulkandan ayrılan su buxarı nəticəsində yaranan sulardır. Mantiyadan ayrılan sular qismən gəlir bizə çatır. Kosmosdan gələn sular deyəndə yerin səthindən yuxarıda kosmosdan bizə qismən su ehtiyatları gəlir ki, bunlar da mənşəyinə görə kosmosdan gələn sular qrupuna ayrılır. Amma hidrosferdə yaranan əsas suyun mənbəyi yuveni sular hesab olunur. Yer səthində yaranan su və onun tərkibində olan duzların yaranması mantiyadan ayrılan su hesabına yaranmışdı. Lakin yer səthindəki müasir suyun kimyəvi tərkibinin formalaşmasında yerin quru sahələrindən axan çayların gətirdiyi mineral maddələr və biosferin atmosferin iştirakı ilə formalaşmışdır. Yəni suyun müasir kimyəvi tərkibinin formalaşması nədən asılıdır? Çaylar, biosfer və atmosferin iştirakı ilə formalaşıb. Yer səthində yaranan okeanlar Pantalas bölündükdən sonra okeanlara ilk yaranan okeanımız Sakit və Şimal Buzlu okean olmuşdu. Ona görə bu okeanlar qədim okeanlar sayılır. Qədim okeanların sahəsi getdikcə kiçilir. Daha sonra yaranan okeanlarımız ise cavan okeanlar hesab olunur, Atlantik və Hind okeanları. Bu okeanların ise sahəsi böyüyür. 2020-ci ildə Beynəlxalq Coğrafiya Cəmiyyəti tərəfindən yeni bir okean mövcudluğu da isbat olunmuşdu ki, bu okeanda Cənub okeanı adlanır. Daha sonra trawler gəmiləri var. Trawler gəmiləri nədir? Trawler gəmiləri balıq ovu məqsədi ilə istifadə olunan gəmilərə deyilir. Dənizlərdə qurulan fermalar adlanır dəniz fermaları. Burada dəniz canlıları yetişdirilir. Dəniz fermaları da iki cür olur. Marikultur təsərrüfat və akvakultur təsərrüfatı ayrılır. Marikultur təsərrüfat dəniz mühitində, yəni okean sahilində, dəniz mühitində müxtəlif orqanizmlərin artırıldığı təsərrüfatdır. Yəni balıqlar və digər canlılar, yosunlar isə artırıldığı təsərrüfatdır. Akvakultur təsərrüfatı isə dəniz və quru sularında yaşayan canlıların, yəni çaylarda, göllərdə yaşayan canlıların süni artırıldığı sualtı fermalar hesab olunur. Marikultur və akvakultur təsərrüfatı əsasən sahil zonalarda daha çox inkişaf olunub. Yaponiyadır, Fransadır, Çindir, ABŞ-dır. Bu kimi ölkələr marikultur və akvakultur təsərrüfatından daha çox inkişaf edib. Marian Cəhlinin dərinliyini ilk dəfə SSR-nin Vites gəmisindən 1957-ci ildə ölçülmüşdü. 1960-cı ildə isə Jacques Picard ora batiskaf endirmişdi. Daha sonra okeanların dibini öyrənmək üçün istifadə olunan cihazlardan biri də exolot cihazıdır. Lakin exolot cihazından əvvəl bir dənə də cihazımız vardı. Lot cihazı. Lot ip idi. Ucuna ağır yük bağlanmış ip idi. Suyun dərinliyini atırdılar. Neçə metr açılsaydı suyun dərinliyi o qədərdir. Daha sonra böyük cərrakeşlərdən sonra exolot cihazı gəlir. Böyük cərrakeşlərə qədər lotdan istifadə edirdilər. Daha sonra Birinci Dünya Müharibəsi illərində, İkinci Dünya Müharibəsi illərində exolot cihazı kəşf olunur. Exolot cihazı 1 saniyə ərzində 1500 metr yol gedir. Səs dalğası ötürə bilir. Exolot cihazı vasitəsilə okean dərinliyini ölçülür və okean dibinin profilinin qurulmasında istifadə olunur. Tutalım okeanın səthində bir gəmi var. Bu gəmi səs siqnalı göndərir və 5 saniyədən sonra səs geriyə qayıdır. 5 saniyədən sonra geriyə qayıdırsa qəbul edirsən. Yəni buradan göndərilib də səs dalğası. Deməli 2,5 saniyə gedib çatıb, 2,5 saniyədə qayıdıb. Suyun səthinə qayıdıb. Ümumi əgər getdiyi yolun dərinliyini istəsə, bizə təkcə getdiyi yol bəs edir. 2,5 saniyəni vurarıq 1500 metrə, taparaq görək ki, nə qədər suyun dərinliyi nə qədərdir.
Daha sonra okeanların dibini öyrənmək üçün batisfer və batiskaf cihazlarından istifadə olunur. Batisver okean dərinin qatlarını öyrənmək üçün istifadə olunur və batisferi kimsə idarə edir. Gəmidən idarə olunan qurğudur. Amma batiskaf da okeanların dərin qatlarını ölçür, amma bu avtomatik idarə olunan qurğudur. Kiminsə idarə etməsinə ehtiyac yoxdur. Yəni suyun dərinliklərində gəmini idarə edən kapitan olmasına ehtiyac yoxdur. 1943-cü ildə Jacques Cousteau və Emin Gagnan suyun 40 metr dərinliyə qədər hissəsini öyrənmək üçün akvalang icad edir. Akvalang nədir? Balon, oksigen balonudur. Bellərinə keçirirlər və suya düşürlər. Suyun okean dibini öyrənmək üçün. Amma 40 metr dərinliyə qədər olan hissəni öyrənir. Daha sonra okean suyunda temperatur necədir? Okean suyunun temperaturu dərinliyə doğru getdikcə 2-3 dərəcə Selsi olur. Yəni okean suyunun dərinliyində temperatur heç vaxt 0 dərəcə Selsi olmur. Mənfiyə düşmür. Mənfiyə düşsəydi okean suyu donardı. Normalda bütün okeanlarda belədir. Suyun dərinə doğru temperatur getdikcə azalır. Bir dənə Şimal Buzlu okean istisnadır. Çünki Şimal Buzlu okeanın üst səthi buz bağlayıb. Ona görə orada temperatur mənfidir. Yuxarıya doğru temperatur artır. Şimal Buzlu okeanda qrafik bu şəkildə olacaq. Amma digər okeanlarda isə bu şəkildə olur. Gəldi okean suyunun orta illik temperaturuna. Orta illik temperaturuna görə okean suyu birinci yerdə sakit okean durur. 19 dərəcə Selsi, ikinci yerdə Hind okeanı 17 dərəcə Selsi, Atlantik okeanı 16,5 dərəcə Selsi və Şimal Buzlu okeanı 0,9 dərəcə Selsi təşkil edir. Suyun duzluğuna 1 litr suda həll olan duzların miqdarına suyun duzluğu deyirik. Duzluq promillə ilə ölçülür, faizlə ifadə olunur. 1 ton suda olan duz kiloqramdan, 1 litr suda olan duz isə qramdan ifadə olunur. Okeanlarda eyni duzluğa malik olan nöqtələri birləşdirən xətlər izoqalinlər adlanır. Ümumiyyətlə, okean suyunda həll olmuş elementlərin 80%-ni duzlar təşkil edir. Onların arasında birinci yeri natrium xlordur. Ona görə suyun dadı acı və şor olur. Suya acılıq da şor olur. Suya acılıqda da verən element isə suyun tərkibində olan maqnezium elementinin adı ilə, maqnezium elementi ilə bağlıdır. Suya acılıq dadı verir. Daha sonra dünya okeanında orta duzluq 35 promillədir. Yəni 1 litr suda, litrdə qram deyirik, 35 qram, 1 ton suda isə 35 kiloqram duz var deməkdir. Enliklər üzrə duzluğun dəyişməsinə baxsaq, ən duzlu enlik tropik enliklərdir. Səbəb burada günəşin istiliyi çoxdur, buxarlanma gedir. Buxarlanma getdiyinə görə su buxarlanır, yer səthində duz qalır. Ekvatorial enliklərdə 34-35%, mülayim və qütblərə doğru getdikcə azalır, 32%-ə düşür. Dənizlərin duzluğuna baxsaq, ən duzlu dənizimiz Qırmızı dənizdir, 42%. Daha sonra Aralıq dənizi 38%, Mərmərə dənizi 25%, Qara dəniz 18%, Xəzər dənizi 13-14%, Azov dənizi 12% və Baltik dənizi 11% duzluğa malikdir. Ümumilikdə isə desək, tropik enliklərin su hövzələri daha duzludur. Mülayim və qütb enliklərin suları isə daha şirin sulu hövzələr hesab olunurlar. Daha sonra ekvatorial enliklərdə duzluğun az olmasının səbəbi bura il boyu yağıntıların çox düşməsidir. Yağıntı suyu şirinləşdirir deyə duzluq azalır qismən. Tropik enliklərdə suyun duzluğunun çox olmasının səbəbi yağıntı ora az düşür, əksinə buxarlanma çox olur. Yəni olan su da buxarlanır, yerdə duz qalır. Okean suları duzlu olduğu üçün bərfi 2 dərəcəsində donur. Yəni şimal buzlu okean səthi 0, normalda su 0 dərəcə Selsidə donursa, okean suları -2 dərəcə Selsidə donur. Atlantik okeanda ekvatorial enliklərin qərb və şərq hissələrində duzluğun mərkəzi hissəyə nisbətən az olmasının səbəbi sahil boyunca duzluğa çayların təsiridir. Yəni Atlantik okeana materiklərdən çaylar, çoxlu çaylar tökülür və həmin hissələrdə şimal və qərb və şərq sahillərində duzluğun az olmasının səbəbi budur. Atlantik okean sularının duzluğunun nisbətən daha böyük olmasının səbəbi isə eninin az olmasıdır. Yəni su buxarlanır, suyun böyük dövranında fəal iştirak edir. Buxarlanan su külək vasitəsilə materik üzərinə gedir və səthinə yağıntı az düşür nəticədə və suyun duzluğu çox olur. Sakit okeanda suyun duzluğunun Atlantik və Hind okeanlarına nisbətən az olmasının səbəbi burada yağıntıların buxarlanmadan daha çox olmasıdır və sakit okean suyun kiçik dövranında daha fəal iştirak edir. Yəni su buxarlanır, yağıntı yenidən okeanın üzərinə düşür. Daha sonra keçdik növbəti hissəyə, okeanlara aid olan xüsusiyyətlərə. Birinci, sakit okeana aid olan xüsusiyyətə baxacağıq. Sakit okean sahəsinə görə ən böyük okeanımızdır. Ən dərin yeri Marian çökəkliyidir. 11.022 metr dərinliyə malikdir. Suyun kiçik dövranda fəal iştirak edir. Sahəsi böyük olduğuna görə yağıntı, su buxarlanır və yenidən öz üzərinə düşür. Ən isti okeanın səbəbi tropik və ekvatorial enliklərdə enli olması ilə əlaqədardır. 4 qitə və 5 materikin sahillərini yuyur. Kənar və adalar arası dənizi var, amma daxili dənizi yoxdur sakit okeanın. Arktik iqlimdən başqa bütün iqlim qurşaqlarında yerləşir. Çünki yuxarısı Şimali Amerika ilə Avrasiya birləşir. Orada artıq Bering boğazından sonra Şimal Buzlu okean gəlir. Ona görə Arktik iqlim qurşağına düşmür. Və sakit okean qərbə doğru hərəkət elədiyinə görə Asiyaya doğru sahəsi getdikcə kiçilir.
Amerika şərqi, Asiya isə qərb Amerika Sakit Okeanın şərq sahilləri, Asiya isə qərb sahilləri hesab olunur. Daha sonra ikinci yerdə Atlantik okean gəlir. Ən dərin yeri 8742 metr olan Puerto Rico çöhərliyidir. Antarktidaya aid Atlantik okeanın, yəni cənub hissəsində Antarktida sahillərində yerləşən dənizləri Uettel və Lazarev dənizləridir. Ən duzlu okean hesab olunur. Tropik və ekvator enlərdə sahəsinin az, eninin az olması və suyun böyük dövranda fəal iştirak etməsi ilə əlaqədardır. 5 qitə və 5 materikin sahillərini yuyur. Körfəz olaraq sahillərində yerləşən Sidra, Me, Fandi körfəzləri, Botnik, La Plata, Gvineya, Biska, Lion kimi körfəzlər var. Fandi və Men körfəzlərində ən çox qabarma hadisələri müşahidə olunur və Atlantik okean meridian istiqamətində uzandığına görə bütün iqlim qurşaqlarında yerləşir. Ekvatoral enliklərdə ensizdir. Hind okeanına aid xüsusiyyətlər. Orta okean sıra dağları var. Hind Ərəbistan hissəsində. Bütün okeanlarda orta okean sıra dağları var. Sakitdə də, Atlantikdə də, Hinddə də. Ekvator boyu hissədə sahəsi azdır. Cənubda tropiklərdə enlidir. Ə, Suyun temperaturu Atlantik okeanından daha çoxdur. Səbəbi şimal hissədə Himalay dağları Arktikadan gələn soyuq hava kütlələrinin okeana daxil olmasının qarşısını alır. Ən dərin yeri Zon çöhərliyidir. Asiya sahillərində 7729 metr dərinliyə malikdir. Daha sonra orada Krozi çöhərliyi var. Antarktida materikin sahillərində. Ərazisində Maskaray, Kergele, Sokotra, Amsterdam, Zənzibar kimi adaları var. Əsasən mərcənməşi adalar daha çoxdur. Adalararası dənizi yoxdur. Kənar və daxili dənizi var. Daxili dənizi Qırmızı dənizdir və digərləri kənar dənizdir. Adalararası dəniz isə yoxdur. 3 yarımkürədə yerləşir, çünki ekvator xətti kəsir şimal, cənub və şərq yarımkürəsində. Daha sonra Şimal Buzlu Okean haqqında baxaq. Şimal Buzlu Okean deməli, Şimal Buzlu Okean barədə ən soyuq okeanımızdır. Buzu örtük buzlarına baxanda şor və nazikdir, daha duzludur. Nəyə görə? Örtük buzları Antarktidada var, Şimal Buzlu Okeanda var, Qrenlandiyada var. Antarktida quru üzərində olduğuna görə şirin suludur, amma Şimal Buzlu Okean okean suyunun donması olduğuna görə şor suludur və buz qatı nazikdir. Dibə qədər donmayıb, dibində temperatur müsbətdir. Suyu -2 dərəcə Selsiyə donur, okean suyu duzlu olduğuna görə gec donur. Üç qitənin Avropa, Asiya və Şimali Amerika qitəsinin və iki materikin Avrasiya və Şimali Amerika materiklərinin sahillərini yuyur. Azərbaycan bu okeandan Belamar kanalı vasitəsilə çıxış əldə edir. Onega çayından Belamar kanalı vasitəsilə Ağdənizə çıxış əldə edir. Üç qitə iki materikin sahillərini yuyur dedik. Üç yarımkürədə yerləşir, çünki Greenwich meridianı kəsir şərq, qərb və şimal yarımkürəsində. Və okean dibində silsilələr var. Orta okean silsilələri, Lomonosov, Mendeleyev effekti və bundan da isbat edilir ki, bütün okeanlarda orta okean silsilələri var. Daha sonra dənizdə dalğalar baş verir. Dalğanın elementləri hansılardır? Dalğanın ən aşağı hissəsi onun yalı, dalğanın ən hündür yeri onun yalı, ən aşağı hissəsi onun dabanı adlanır. Yalla daban arasındakı məsafə onun hündürlüyü, iki qonşu yal arasındakı məsafə isə onun uzunluğu adlanır. Dalğalar ən yüksək külək dalğaları Atlantik və Sakit okeanın şimalında, Atlantik və Hind okeanının cənubunda müşahidə olunur. Dənizlərdə isə Barents dənizi daha çox dalğalanmaya məruz qalır. Ay və Günəş bu daimi küləklərin təsiri ilə yaranır dalğalanma. Qabarma və çəkilmə isə ayın və günəşin cazibə qüvvəsi hesabına yaranır. Ən çox qabarma hadisəsi Kanadanın Fandi və Main körfəzi sahillərində, İngiltərədə Bristol körfəzi, Fransada Bristol körfəzi sahilində, Fransada Lamanş boğazında, Rusiyada Ağdəniz sahillərində baş verir. Daxili dənizlərdə normalda qabarma az olur. Bir də Rusiyanın Ağdənizi istisnadır ki, orada qabarma hadisəsi daha çox müşahidə olunur. Daha sonra burada Kanadada Atlantik okean sahilində Fandi körfəzində ən yüksək qabarma müşahidə olunub 18 metr və bu qabarmadan da enerji məqsədilə istifadə edirlər. Daimi küləklərin təsiri ilə okeanlarda su kütlələri daima bir istiqamətdə hərəkət edir ki, nəticədə okean cəryanları yaranır. Coriolis qüvvəsinin təsiri ilə okean cəryanları şimal yarımkürəsində sağa, cənub yarımkürəsində isə sola meyl edir əsasən. İndi okean cəryanlarının yerlərinə baxaq. Okean cəryanları da isti və soyuq okean cəryanları ayrılır. Əgər okean suyunun gətirdiyi temperatur ətraf suların temperaturundan istidirsə, o adlanır isti okean cəryanı, soyuqdursa adlanır soyuq okean cəryanı. Buradan da okean cəryanlarına baxa bilərik. Məsələn, Şimali Amerikada Alyaska isti cəryanı, Kaliforniya soyuq cəryanı. Gulf Stream isti cəryanı. Braziliyada ən çox burada nə lazımdır bizə? Soyuq okean cəryanlarından Peru soyuq cəryanı təsiri ilə Atakama səhrası yaranır. Bengal soyuq cəryanı təsiri ilə Namib səhrası yaranır və Qərbi Avstraliya soyuq cəryanı təsiri ilə burada Qərbi Avstraliyada səhralar yaranır. Soyuq cəryanlar havanın temperaturu soyudur və quru iqlim formalaşdırır. Amma isti cəryanlar isə rütubətli iqlim formalaşdırır. Yəni suyun duzluğunu azaldır. Daha sonra keçdiyi dənizlərə. Hansı okean hövzəsində hansı dənizlər var? Şimalda yerləşən bu Çukot dənizindən başlayaraq
Bu dənizlərin hamısı aid olur Şimal Buzlu Okean hövzəsinə. Atlantik Okean hövzəsinə aid olan dənizlər bunlardır. Antarktida sahilində Uqatli, Lazarevlə. Sakit Okeana aid, Sakit Okean Antarktida hövzəsinin sahilində bar kimi yadımızda saxlaya bilərik. Bar, Bellingshausen, Amundsen, Ross dənizləri və Hind okeanında yerləşir Rizer Larsen, Kosmonavtlar Birlik Davis, D'Urville dənizləri. Bu Ross dənizinin 180 dərəcə meridianı kəsir. Yəni 3 yarımkürədə yerləşir. Şərqə və cənub yarımkürələrində yerləşirlər. Sakit okeanın daxili dənizi yoxdur. Hind okeanının adalar arası dənizi yoxdur. Atlantik okeanda isə daxili dəniz kimi Aralıq dənizi, kənar dəniz kimi Sarqası, Karibi göstərə bilərik. Burada da adalar arası dəniz yoxdur, əksinə. Burada da dənizlərin yerinə bir-bir baxırıq. Şimal Buzlu Okean hövzəsinə aid olan dənizlər qışda donur deyə burada briz küləkləri müşahidə olunmur. Daha sonra bu dünyanın körfəzləridir. Körfəz də dünya okeanı sularının quruya çox daxil olmuş hissəsidir. Alyaska körfəzi var burada. Kaliforniya körfəzi var. Kaliforniya yarımadasında materikin içərisində. Sonra burada ən əsas bizə aid olan Fandi və Meyin körfəzləri qabarma çəkilmə daha çox müşahidə olunur. Baltik dənizinin içərisində 3 dənə körfəz var. Botnik, Fin, Riga körfəzləri. Afrikanın sahillərində Aralıq dənizi içərisində yerləşir. Sidra körfəzi Atlantik okean hövzəsinə aiddir. İqtisadi cəhətdən əhəmiyyətlidir. Burada İran körfəzi neft çıxarılır, Meksika körfəzi neft çıxarılır. Neft çıxarıldığına görə daha əhəmiyyətlidir və digər körfəzlərin də yerinə baxırsınız özünüz PDF-dən. Daha sonra gəlib körfəzlərdən sonra ə, deməli boğazlarımız. Daha sonra boğazlarımız gəlir. Dünya okeanı hövzəsinə aid olan boğazlar. Bunlardan iqtisadi əhəmiyyətli boğazlarımızdan burada Cəbəl Tarıq boğazını göstərə bilərik. Bab el-Məndəb boğazını göstərə bilərik. Qitələrə ayırır. Hörmüz boğazı İran körfəzi ilə Ərəbistan dənizinə ayırır. Daha sonra qitələrə ayıran boğaz kimi burada Malakka boğazını göstərə bilərik. Drake boğazını göstərə bilərik. Antarktida ilə Cənubi Amerikanı ayırır. Sonra burada Bering boğazı var. Şimali Amerika qitəsindən Asiya qitəsinə ayırır. Göstərə bilərik. Əsas burada biz baxmalıyıq Yapon adaları olan hissədəkilərə. Saxlayan adası ilə Hokkaido adasının arasında Laperuz boğazıdır. Hokkaido ilə Kurilin arasında Kunai Şir boğazıdır. Bu boğazların yerinə baxırıq. Saxlayan adası ilə Asiya qitəsinin arasında Tatar boğazı yerləşir. Daha sonra burada Lamaş və Padekale boğazları var. Böyük Britaniya adası ilə Avropanı ayırır. Skagerrak, Kattegat boğazları burada Jutlandiya yarımadası ilə Skandinaviya yarımadasını ayıran boğazlardır. Qara dənizin daxilində olan boğazlara, daha doğrusu daxili dənizlərin içərisində. Burada Azov dənizi ilə Qara dəniz arasında Kerç boğazı, Qara ilə Mərmər dənizinin arasında Bosfor boğazı, Mərmər ilə Egey dənizinin arasında Dardanel boğazlarını göstərə bilərik. Və digərlərinə baxırıq. Sonra burada Avstraliya ilə Tasmaniya adasının Bass boğazı, Yeni Zelandiyanın Şimal adası ilə Cənub adasının arasında Cook boğazlarını nümunə göstərə bilərik. Keçirik növbəti hissəyə. Adalarımıza. Adalar da mənşəyinə görə 3 cür olur. Materik mənşəli, vulkanik mənşəli və mərcan mənşəli. Nisbətən böyük adalarımız adlanır materik mənşəli. Qurunun bir hissəsi olub, tektonik qırılmalar nəticəsində ondan ayrılıb. Vulkanik mənşəli adalar isə vulkan püskürməsi nəticəsində yaranır. Mərcan mənşəli adalar əsasən tropik enliklərdə, isti enliklərdə mərcan poliplərinin daşlaşması nəticəsində yaranır. Misal sahəsinə görə ən böyük adamız Qrolandiya adasıdır, materik mənşəli. Daha sonra Cənubi Amerikasında Yeni Qvineya adasıdır, materik mənşəlidir. Yeni Zelandiya adası materik mənşəli. Madagaskar adası materik mənşəli göstərə bilərik. Şri-Lanka adası materik mənşəli adlara nümunə kimi göstərə bilərik. Vulkanik mənşəli adalar ən çox Atlantik okeandadır. Ən böyük sahəsinə görə İslandiya adasıdır. Daha sonra Azor adaları, Kanar adası, Cənubi Georgiya adası, burada müqəddəs yerlər, Tristan da Cunha adalarını, Galapagos adası, vulkanik mənşəli, Havay adaları, vulkanik mənşəli adalara nümunə göstərə bilərik. Mərcan mənşəli adalar isə dedik ki, mərcan poliplərinin daşlaşması nəticəsində yaranır. Məsələn, Seyşel adalarıdır, Maldiv adalarıdır, nümunə göstərə bilərik. Digərlərinə də xəritədə baxırsınız. Növbəti gəldi, növbəti gəldi deməli yarımadalara. Yarımadalar üç tərəfi su ilə, bir tərəfi quru ilə əhatə olunan quru sahəsinə deyilir. Ən böyük yarımadalarımız Ərəbistan yarımadası və Hindistan yarımadası ki, əvvəllər Avstraliya bitişi olub, tektonik qırılmalar nəticəsində ondan ayrılıb gəlib Asiyaya bitişmişdi. Bundan başqa yarımadalara Alyaska yarımadasını buradan göstərə bilərik. Skot yarımadasını göstərə bilərik Şimal Buzlu Okean hövzəsindən. Labrador yarımadası, Skandinaviya yarımadası, Kamçatka yarımadası, burada Koreya yarımadasını, Hint Çin yarımadasını, aşağı hissəsi Malakka yarımadası sayılır. Afrikada Somali yarımadasını göstərə bilərik. Avropada ən əsas Pireneyi, Appenin,
və Balkan yarımadalarını göstərə bilərik. Burada Fransanın arasında Bretan yarımadası var, göstərə bilərik. Və Şimali Amerikada yuxarı hissədə olan yarımada Florida, aşağı hissədə olan yarımadası Yucatan yarımadasıdır. Skandinaviyanın aşağısında Avropada bu hissədə Danimark, Almaniyanın yerləşdiyi Jutlandiya yarımadasını göstərə bilərik və digərlərində yenə özünüz təhlil edirsiniz xəritədən. Daha sonra gəldik atmosferdə suyun təzələnməsinə. Atmosferdə daima su dövran edir. Suyun böyük və kiçik dövranı var. Və su təzələnir. Atmosferdə su 9 gündən bir təzələnir. Çaylarda 14-15 gündən bir təzələnir. Ən gec isə yeraltı sularda təzələnir su. Bəzi ölkələr su şirinləşdirmə texnologiyalarından istifadə edirlər. Bunlar hansılar? Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Küveyt, Qətər, Əlcəzair, Çin, Liviya, ABŞ, Oman kimi ölkələr suyun çirklənməsi, suyu şirinləşdirərək içməli su mənbəyi kimi istifadə edirlər. Hidrosferin əvvəl bölmələrinin ümumi təkrar bu qədər.